Hoş gördünüz değerli izleyiciler. Binə qəsəbəsində Ülvi yolunda, Ülvi Bağça yolunda əsas odur ki, qazlarda pişirir. Yəni kommunallar üzərində daha qoyulmur. Bir dənə həyatına rahat maşın daxil ola bilən, qəşəng belə bir ortada gül yeri kimi nəzərdə tutulur. Yəni balaca bir əxəzəsən, gül əkərsən, bir dənə ev komplekslərinin yeri, qaz xətti ta evin içərisinə qədər daxil olur. 4 otaq qiymətlə çox münasib. Bu bursu tərəfi görürsünüz, açıqlıqdır, qəşəng hava gələn tərəfdir. Qırağına qəşəng suvarilər yığılıb, evin rəngi də qəşəng, göz oxşayan bir rəng, işıqlandırılması və içərisinin dizaynı superdir. Daxil olan kimi hündür dəhlizli, dəhlizin üzərində görürsünüz, qəşəng gizli işıqlarla təzyiq olunur. Bura nədir? Mətbəx hissəsi. Bunun camisi aslında, dairəsi var. Mətbəxin də yeni yuxarısında gizli işıqları var, qəşəng spotları var. Bura bir yataq otağı, qəşəng pərdələri, qəşəng bahalı pərdələr qoyulur. Ümumiyyətcə, bir evdə istifadə olan bütün materiallar hamısı şeriyyətli materiallardır. Burada digər bir otaq. Gördüyünüz kimi bu otağın da pərdəsi qoyulur, açıqlıqdır, genişdir, hündürdür, lüstrlər taxılıb. Burada sanitarla sanitərlik işi bir arada. Burada digər bir otaq. Deməli, ev 4 otaqdır. Qiymət də bugünkü gün çox bir münasibdir. Keçib alırıq evimizin qonaq otağına. Kes beləni qurban kes oradan qarşıya başlanan zaten. Bura evimizin qonaq otağı. Üstürü, spotları, gizli işığı. Bir seksiya. Yəni, evdə istifadə olunan materiallar keyfiyyətdir, dizaynı qəşəng superdir, qiyməti də çox münasibdir. Qiymət bugünkü gün 75.000 manatdır. Reallığı olsa qiyməti ən bənd eləmək olar. Siz izlədiyiniz üçün təşəkkürlər.